bu tədbirin keçirilməsində Əzbəy balamızın 44 günlük vətən müharibəsinin iştirakçısı, antiterror şəhidi Əzbəyin, Muradov Əzbəyin adına keçirilir bu yarış. Mən arzu edərdim ki, bütün bundan sonra bizim bu respublikamızda həmişə belə bir tədbirlər keçirilsin, belə bir yığıncaqlar keçirilsin. Və bu yığıncaqları, bu tədbirlərin bizim respublikamızda keçirilməsinin başlıca səbəbkarları bizim şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımızdır. Çünki bunlar Azərbaycan xalqına, bizim bu qəhrəmanlarımız Azərbaycan xalqına ədəbi bir sərvət verib getdilər bu dünyadan. Qazilərimizə can sağlığı verir, müharibə veteranlarımıza. Çox sağ olun, çox var olun. Hamınıza uğurlar arzuluyoruz. Faik müəllimə söz vermək istəyirik. Veteranlar şöhrət edəcək. Buyur Faik müəllim. Aziz, dəyərli şəhid valideynləri, hörmətli qonaqlar, əziz idmançılar, mən də öz növbəmdə rayonumuzun bütün döyüşçüləri adından, bütün vətənpərvər insanlar adından sizi salamlayıram və sizə bu idman yarışında uğurlar, şəxsi həyatda isə can sağlığı arzulayıram. Əlbəttə bugün burada danışanlar qeyd elədilər, bugünkü tədbirin məqsədini açıqladılar. Bu günləri ümumiyyətlə Həsən müəllim qeyd elədi, burada istənilən yerdə, istənilən tədbirdə əgər şəhid adı varsa, şəhid tədbiri varsa, o tədbir öz-özlüyündə böyük bir vətənpərvərlik bir tədbiridir. Ona görə də bu tədbirdə vətənpərvərlik tədbirlərindən biridir. Eyni zamanda da insanların sağlamlığına xidmət edən bir vasitədir. Ona görə də bu tədbiri təşkilləyən Ramiş müəllimə öz adımdan da, rayonumuzun bütün vətənpərvər insanlar adından, müharibə adamları adından təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Təbii ki, buna gələn insanlara da təşəkkür edirik, gələn əhvalımızlar olsun və oyuncu aparsın, bütün oyunculara da uğurlar arzulayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, döyüşçülərimizə can sağlığı versin. Çox sağ olun. Hürmetli yine değerli kardeşler, ben Rəmiş kardeşimizin hakkında bir bazı söz demək istəyirəm. Mənim fikrimdən yayıldı, hamımızdan özür istəyirəm ki, yəni fikirdir. Ben bir neçə gündə bu tədbirin əmələ gəlməsində Rəmiş kardeşimlə hər dəqiqə zəngiyim, hər dəqiqə bir yerdə olmuşum ki, bunlar dövlətimizi, rayonumuzu təmsil edən bir idmandır, həmişə səviyyəli alınsın. Özü həmişə görmüşəm ki, çalışıb ki, şəhidimizin adına keçirilən tədbirlər yüksək səviyyədə keçirilsin. Mən ona görə də Rəmiş qardaşıma, bu işlərin təşkilatçılarına, Rəmiş qardaşım başda olmaqla, şəhid atalar adından və öz adımdan dərin təşəkkürümü bildirəm. Rəmiş qardaş, Allah səni var eləsin, Allah sənin balalarını saxlasın, çox sağ olun. Şəhidimizə sən türlü dəyər verdiyi üçün sizə minnətdarlığımı bildirdim. Çok sağ olun, Allah köməyiniz olsun. Sizə razı olsun, sağ olun. Sizin qarşınıza bir vətəndaş olaraq baş əyirəm. Sizə necə deyirəm, təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim belə deyirəm, öz bir vətəndaşda borcumuzdur bu eləmək. Allah köməyiniz olsun, siz də dəyər verirsiniz bizim bu zəhmətimizə. Allah sizə də uzun ömür, can sağlığı versin. Buradan bizim Yeni Azərbaycan Partiyasının nümayəndəmiz var, ona söz verək. Tural müəllim. Ataları, əziz tədbir iştirakçıları, ilk növbədə sizin hər birinizi Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Cənab Varis Rüstəmov adından salamlayır. Bilirsiniz ki, bu günləri bura toplaşmağımızın səbəbi böyük məna kəsb edir, böyük bir mənası var. Qəhrəman şəhidimiz Muradov Əzizbəyin anım gününə görə anmaq üçün toplaşmışıq. Bu illəri bilirsiniz ki, bugünkü gün bura gəlməyimizdə, bugünkü burada iştirak etməyimizdə bizim vətənimizin, millətimizin şəhidlərimizə göstərdiyi hörmət, qayğı və ehtiramın bariz nümunəsidir. Şəhid Muradov Əzizbəyin timsalında bütün şəhidlərimizin sayəsində bu günləri biz Azərbaycanda firavan bir şəkildə yaşayırıq. Əmin-amanlıq bir vəziyyətdə yaşayırıq. Bunun səbəbkarı məhz canlarından keçmiş şəhidlərimizdir. Bayrağımızın bütövlüyü, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizdir.
Və biz də Yeni Azərbaycan Partiyası olaraq hər zaman belə təşəbbüslərə öz dəstəyimizi göstəririk, hər zaman bu təşəbbüsləri dəstəkləyirik. Və mən də öz çıxışımın sonunda komandalara uğurlar arzu etmək istərdim. Güclü olan qalib gəlsin. Çox sağ olun. Haydi bottan geldi. Drone geçsinler. Drone atıyoruz, başka gelsin. Buradan da değil, yok drone geçmesi əlavə hizmet verilmez. Evet, Ha, keçer bırak. ama çalışma. Beni burada değil. Hala! Hatta